Şəkiyə gələn qonaqların yaşadıkları problemlərdən biri də nəqliyyat problemi. Belə ki, 20:00-dan sonra ictimai nəqliyyat işləmir. Gecə saatlarında qonaq bir yerə getmək istəyirsə və yaxınlıqda taksi yoxdursa, 3 taksi xidmətlərindən birini istifadə edə bilər. Şəkidə ən aktiv istifadə olunan Ulduz 0066 taksi xidməti. Həm zənglə, həm də proqram vasitəsilə bu taksi xidmətindən rahatçılıqla istifadə edə bilərsiniz və özəlliklə də bu taksi şirkətinin digər şirkətlərdən fərqi gecə 4-də belə zəng vursaz, aktiv şəkildə nəqliyyatları olur. Digər taksi xidməti isə Şəkidə yeni fəaliyyətə başlamış Bolt taksi xidmətidir. Bu taksi xidmətinin mənfi tərəfləri odur ki, gecə saatlarında aktiv maşını olmur və cəmi 15-20 dənə nəqliyyatları var Şəkidə. Üçüncüsü isə Ulduz 0222 taksi xidmətidir. Bu şirkətin mənfi tərəfləri odur ki, nəqliyyatları komfortlu deyil, qiymətləri münasib olmaya bilər və gecə saatlarında zəng edildikdə zəngə cavab verilməyə bilər. Qeyd etdiyimiz bu taksi xidmətlərinin mənfi və müsbət cəhətlərini sizinlə paylaşdıq və istədiyinizdən ehtiyac olduğu təqdirdə rahatlıqla istifadə edə bilərsiniz.